Sonra gəlir nə qardaşlar? İstiadə. Əuzu billahi minəşşeytanirracim. Ondan sonra. Əuzu billahi minəşşeytanirracim qardaşlar. Əuzu billah nə deməkdir? Əuzu billah, yəni Allaha sığınıram. Mən Allaha sığınıram şeytanın bütün hiləsindən. Yəni şeytanın məni azdırmasından, mənim üzərimdə hökm sürməsindən, yəni şeytanın mənə vəsvəsələrindən əuzu billah. Allaha sığınıram. Əuzu billah minəşşeytan. Şeytandan. Allaha sığınıram. Yəni Allaha bel bağlayıram. Yəni özümü, yəni Allah da məni qoruyan. Aydındır? Əuzu billah. Racim nə deməkdir? Lənətlənmiş. Racim məl'un deməkdir. Məl'un. Racim sözü məl'un, yəni lənətlənmiş. Yəni lənətlənmiş şeytandan Allaha sığınıram. Ona görə Allah Teala Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə deyir ki: "Və qur Rabbi a'udhu bika min hamazati'ş-şeyatin." De ki, ey Muhammed, və qur Rabbi a'udhu bika min hamazati'ş-şeyatin. De ki, ey Muhammed, mən şeytanın vəsvəsələrindən Allaha sığınıram. Və a'udhu bika Rabbi en yahdurun. Və yəni onun mənə yaxınlaşmasından sənə sığınıram, şeytanın. Yəni a'udhu billah minəşşeytanirracim deyəndə şeytan yaxınlaşır insana, yox. Yaxınlaşmır. Qaçır əksinə. Ona görə deyir ki, Allah Teala ey Muhammed de ki, mən şeytanın mənə yaxınlaşmasından Allaha sığınıram. Və a'udhu bika Rabbi en yahdurun. Mənə yaxınlaşmasından. Sığınmaq aydın oldu. Nə deməkdir? A'udhu billahi minəşşeytanirracim aydın oldu. Həmçinin başqa ayda buyurur ki, Allah Teala və immə yənzəğənnəkə minəşşeytani nəzğun fəstəiz billah innəhu semiyyun alim. Əgər şeytandan sənə, Allah təbarəkə və teala deyir, bir vəsvəsə gəlsə, Allaha sığın. Yəni insana vəsvəsə gəlsə, nə deməlidir? Allaha sığınmalıdır şeytandan. Deyir ki, əuzu billah minəşşeytanirracim. Aydın oldu? Ona görə alimlər deyir ki, bu kəlmənin bir neçə faydası var. Yəni, sığınmağın bir neçə faydası var. Məsələn, deyiblər ki, əuzu billah minəşşeytanirracim demək fəhmi təmizləyir. Fəhmi təmizləyir. Və həmçinin sən, yəni, görsədir ki, yəni, sən köməyi Allahdan istəyirsən. Həmçinin, yəni, insan, yəni, faydalarından insan etiraf edir ki, yəni, qüdrət Allahındır. Yəni, sən kimə sığınırsan? Allaha. Yəni, səni ondan qoruyan kimdir? Allah. Deməli, qoruyan qüdrət sahibidir. Yəni, bu da faydalarındandır. Həmçinin, bunun faydalarından yəni, göstərir ki, sən acizsən. Yəni, bir qul kimi acizsən, sığınırsan Allaha. Yəni, Allaha möhtacsan. Niyə sığındın ki, Allaha, şeytandan? Yəni, göstərir ki, sən zəifsən. Qul acizdir. Kimə sığınır? Rəbbinə. Əuzu billah. Deyirsən, Allaha sığınıram. Minəşşeytanirracim. Yəni bu da faydalarından deyiblər alimlər. İxlasla.com saytı tərəfindən təqdim olundu.